حسين يا حسين حكم القضاء جاري هبت رياح البين والأمر للجبار لا تبكي يا مظلوم فلنحكي يا مظلوم حسين يا حسين حكم القضاء جاري هبت رياح البين والأمر للجبار حسين يا حسين حكم القضاء جاري هبت رياح البين والأمر للجبار لا تبكي يا مظلوم فلنحكي يا مظلوم لا تبكي يا مظلوم فلنحكي يا مظلوم امسح دمعة عينك يا ابني واسمع يا حسين انا الوالد حيدر وانت ثاني السبطين هالليلة وياكم اتوادع بدموع العين باكر اتوارى واتوسد بثراب البين اليوم يوم الأجر أسلمت للأقدار صبرا فإن الصبر من شيمة الأبرار لا تبكي يا مظلوم فلنحكي يا مظلوم حسين يا حسين حكم القضاء جاري هبت رياح البين والأمر للجبار حسين يا حسين حكم القضاء جاري هبت رياح البين والأمر للجبار لا تبكي يا مظلوم فلنحكي يا مظلوم لا تبكي يا مظلوم فلنحكي يا مظلوم يا حسين أنا الموت الأحمر وأنا الزلزال وأنا الماء فارس يدنالي ذليت أبطال هاليوم الدنيا تسلمني جف الأجال بعينك شفت براس الطبرة دم اللي سال في الكون يعلو صوت يا حيدار الكراري قد فتحت للموت بوابة الأعمار لا تبكي يا مظلوم فلنحكي يا مظلوم حسين يا حسين حكم القضاء جاري هبت رياح البين والأمر للجبار حسين يا حسين حكم القضاء جاري هبت رياح البين والأمر للجبار لا تبكي يا مظلوم فلنحكي يا مظلوم لا تبكي يا مظلوم فلنحكي يا مظلوم جبريل يصيح وينعان صوته يوافيك كل الأملاك بهالمحنة اليوم تواسيك من قبل الموت اسمع مني يا ابني واصيك اصبر يا حسين وباريك لطفه يجازيك نشكو عظيم الخط للواحد القهاري لا خطبنا في القلب أورى لهيب الناري لا تبكي يا مظلوم. بسم الله الرحمن الرحيم وصلى الله على سيدنا محمد اللهم صل على محمد وآله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين. سلام عليكم ورحمة الله. İmam sağ versin. Allah əcr versin. Allah Yezidə lənət eləsin. Allah dövrümüzün də İmamsın yolun gedənləri salamət, Yezidin yolun gedənlərə lənət eləsin. Hamımızı salamlayır. Bildiyiniz kimi məclis İmamın 40-ı Ərbəin münasibətilə təşkil olunub. Hər il olduğu kimi həmd olsun Allaha, bu illərdə Allah ömür verdi. İmam Hüseyin əleyhissalamın Ərbəin məclisini
Allah bizlərə keçirməyi qismət elədi. Mən ilk növbədə özümə borc bilirəm. Bu məclisin təşkil olunmasında əməyi olan, zəhməti olan bütün möminlərə, bütün ağsaqqallara, canı ilə, malı ilə bu yolda zəhmət çəkənlərə Allah İmam Hüseyn ağanın bu dünyada ziyarətin, qiyamətdə şəfaətin nəsib eləsin. Və məclis bildiyiniz kimi ikinci ildir Seyyid ailəsində, elə İmam Hüseyn nəslindən olan bir ailənin evinin qabağında qurulur. Həm Seyyidin ailəsinə, xüsusən başda bizim ağsaqqalımız Salman əmi olmayla oğlanları Seyyid Vüqar, Ceyhun qardaşımıza, o cümlədən bu məhəllədə olan qonşular, ağsaqqallar, onlar ki, bu məhəllədə yenə də İmam Hüseyn əzadarlarını öz küçəsində, öz evində qonaq ediblər, onlara dərin təşəkkürümüzü bildiririk, onların hamısının salamətinə salavat zikr eləyək. Allahümme salli ala Muhammed Ali Muhammed. İnşallah Allahın köməyi ilə məclisimizi başlayırıq. Siz çox ibadmıyaq, qardaşımız Kərbəla Rahim Quran tilavət edəcək. Ondan sonra Hacı Zülfüqar qardaşımız inşallah Hafiz-i Quran Azərbaycanımızın fəxri inşallah muizə eləyəcək. Ondan sonra Allahın köməyi ilə məddah qardaşlarımız Ülvi və Vüsal qardaşımız bizə feyz verəcəklər və sonra ehsan tədarükü görülüb, elə möminlərin öz zəhmətinin sayəsində xahiş onları hamınız axıra qədər durub, ehsanı dəvəti də qəbul edərsiniz. Ondan sonra məclis inşallah xətm olunacaq. Allahın verib Peyğəmbər əhl-i beytinə Allah bizlərə İmam Həsən əskəri qurduğu kimi müminin əlaməti ki 5 dənədir, bir də imamın qırxında Kərbəlayı çatdırmaqdır və Lənkərandan Kərbəlayı gedən zəvvarlarımız ki var, piyada gediblər. Allah onları sağ-salamat aparıb qaytarsın, onların ziyarətlərini qəbulləsin. Gedə bilməyən, burada İmam Hüseyni yad edən, Lənkəranda, Azərbaycanda, dünyanın hər yerində fərq etməz, Həzrəti Hüseyn əleyhissalama göz yaşı töküb matəm saxlayan, o qeyrət məktəbini davam elətdirən sizi kimi möminlərə də o Kərbəla ziyarətin, qiyamətdə şəfaətin nəsib eləsin inşallah. Allah hamımızdan razı olsun. İnşallah qardaşımız Quran oxuyacaq. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم هل أتى على الإنسان حين من الدهر لم يكن شيئا مذكورا خلقنا الإنسان من نطفة أمشاج نبتليه فجعلناه سميعا بصيرا إنا هديناه السبيل إما شاكرا وإما كفورا إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا إنا خلقنا الإنسان من نطفة أمشاج نبتليه
نبتليه فجعلناه سميعا بصيرا إنا هديناه السبيل إما شاكرا وإما كفورا إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا إن الأبرار يشربون من كأس كان مزاجها كافورا عينا يشرب بها عباد الله يفجرونها تفجيرا يوفون بالنصر ويخافون يوما كان شره مستطيرا ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا إنما نطعمكم لوجه الله إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا إنا نخاف من ربنا يوما عبوسا قمطريرا فوقهم الله شر ذلك اليوم ولقاهم نضرة وسرورا وجزاهم بما صبروا جنة وحريرا
متكئين فيها على الأرائك لا يرون فيها شمسا ولا زمهريرا ودانية عليهم ظلالها وظللت قطوفها تذليلا ودانية عليهم ظلالها وظللت قطوفها تذليلا بسم الله الرحمن الرحيم ولا تحسبن الذين في قتلوا سبيل الله ولا تحسبن الذين في قتلوا في سبيل الله أمواتا ولا تحسبن الذين قتلوا في سبيل الله بل أحياء عند ربهم يرزقون ولا تحسبن الذين في قتلوا في سبيل الله ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين. ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefkahu kavli. İlk önce imamın 40 gün münasebetiyle
bütün müsəlmanlara, xüsusilə Azərbaycan xalqına bu möhtəşəm məclisdə iştirak edən möminlərə dərin hüzünlə başsağlığı veririk. Allah Teala bizim Əhl-i Beytə, İmam Hüseyn ağaya, onun sadiq yar ənsarına saxladığımız əzadarlığı əhsən vəch ilə bizdən qəbul etmiş olsun inşallah. İmam Hüseyn və qiyamı barəsində danışmaq həm çətindir, həm də şərəflidir. İmam Hüseyn ağa ona görə mübarizə xəttini qiyam formasında davam etdirdi ki, İslam düşmənlər əlində əsir olmuşdu. Necə insan əsir ola bilər? Əsirlə də özünə məxsus davrananlar əsiri istismar edərlər, əsiri edam edərlər, bəzi hallarda da azad edərlər. Əli əleyhissalamın təbiri ilə desək, İslam Peyğəmbərdən sonra o zaman ki naəhillərin əlinə düşdü, İslam əsir oldu. İlk əvvəllər Peyğəmbərdən sonra İslamdan sui-istifadələr başladı. Necə əsiri istismar edərlər, ondan öz mənafeyləri üçün istifadə edərlər, İslamı da elə öz mənafeyləri üçün istifadə etməyə başladılar. Bu həmişə olub. Təəssüflər olsun, bəzi məqamlarda biz bunu yaxından hiss edirik. İstər fərd şəklində olsun, istər cəmiyyət şəklində olsun, İslamdan öz maraqları üçün, öz məqsədləri üçün istifadə edirlər. O istismarın nəticəsidir ki, bugün müsəlman qanını tökür. Çünki İslam naəhillərin, nadanların əlindədir. İslamın qəlbi, İslamın döyünən ürəyi olan Kəbə, Məkkə, Mədinə elə bir insanların əlinə düşüb ki, onlar öz evlərinə böylük edə bilmirlər. Onların o qədər ağlı yoxdur ki, özlərini idarə edə bilsinlər. İdarə edə bilsəydilər, İslam düşmənlərinin əlində oyuncağı çevrilməzdir. İslam əsir düşmüşdür. Əsirlə də birinci mərhələdə istismar edib, onun bütün gücünü, bütün imkanlarından istifadə edib, ondan belə davranırlar. İstəyirsənsə, əsirlikdən azad olasan, istismardan azad olasan, gərək mübarizə aparasan. İslama qarşı olan mübarizələrdən danışmaq istəyirəm. Çünki biz müdafiə tərəfini müəyyən qədər bilirik. Tarix boyu İslama qarşı olan mübarizələr olmuşdur, bugün də vardır. Birinci addım İslama qarşı. İslama qarşı mübarizə metodlarından biri İslamı daxildən parçalamaq, İslamı təhrif etməkdir. Əleyhissalam da kəlamlarında buyurur, İslamı elə dəyişənlər, ondan bir ad və rəsm qalacaqdır. Paltarı necə tərsə geyinirsən, tam əks geyinirsən, İslam'a da tam əks göstərəcəklər. Birinci məsələ təhrif məsələsidir. Təhriflə mübarizə aparmaq
çox çətindir. İmam Əli əleyhissalam elə insanlarla döyüşürdü, vuruşurdu ki, onlar zahirən Quranı qəbul edirdilər. Zahirən namaz qılırdılar. Amma Peyğəmbərimizin vuruşduğu şəxslər, döyüşdüyü şəxslər, onlar İslamı Allah'ı qəbul etmirdilər. Onlarla vuruşmaq daha rahat idi. İmam Əli əleyhissalam elə insanlarla döyüşürdü ki, o insanlar namaz qılırdılar, oruç tuturdular. Avamı aldatmaq üçün də bu kifayətdir. Peyğəmbərdən sonra İslamın təhrif günləri başladı. Əhl-i Beyt, xüsusilə Əli əleyhissalam başda olmaqla bu təhrifi görür, bu İslamın dirçəlişi üçün, ərsəyə gəlməsi üçün hər nəyindən keçən bir şəxs kimi bu səhnəni çox ağır acılı qarşılayırdı. Dərin hüzünlə qarşılayırdı. Əli əleyhissalam Nəhcül Bəlağədə buyurur, boğazımda sümük, gözümdə tikan qalmışdı. Dinsəm, İslam ümməti parçalanır, xarici düşmənlər İslama həmlə edib yerlə yeksan edərlər. Susuram, İslamı təhrif edirlər. Bu iki dənə çətin məqam arasında durmuşam. Bu, Peyğəmbər dövründə də belə idi. İslama təzyiq, İslamı aradan aparmaq həmişə olmuşdur. Birinci tələləri təhrifdir. Əgər səndən üst-üzə gələ bilmirsə, İslamı təhrif etməyə başlayacaq. Həqiqəti yanlış göstərməyə başlayacaq. Allah Quran-ı Kərimdə buyurur, وَنَادَ أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَنْ قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُمْ مَا وَعَدَ رَبُّكُمْ حَقًّا Cənnət əhli cəhənnəmdə olanları çağıracaqlar. Bizə verilən vədələr haqq oldu. Sizə verilən vədələr, sizin şeytanlarının sizə vədələr verildi. Düz çıxdı. Qalunam. Deyəcəklər, bəli. Nə üçün bəli deyirlər? O ayrı məsələdir. فَأَذَّنَ مُعَذِّنٌ بَيْنَهُمَ اللَّعْنَةُ اللّٰهِ عَلَى الظَّالِمِينَ Bir şəxs qalxıb deyəcək ki, Allah zalimlara lənət eləsin. Bu müəzzin, Əli əleyhissalam rivayətdə gəlib, Əli əleyhissalamın adlarından biri də müəzzindir. Zalimlar kimlərdir? Əllezine yasudduna an sabilillahi və yabğunaha ivaca və hum bil axireti kafirun. Zalimlar kimlərdir? Zalimlar o insanlardılar ki, ilk əvvəl İslamın qarşısına sədd çəkərlər. Allah yoxdur deyərlər. Peyğəmbər yalandır, nauzubillah. Əvvəl bunu təbliğ eləyərlər. Allah yoxdur. Qiyamət yoxdur. Bacarmayanda və yabğunaha ivaca. Təhrif yolunu seçəcəklər. Deyərlər, var, amma sizin təqdim etdiyiniz Allah deyildir. Sizin dediyiniz din Allah tərəfindən göndərilməmişdir. Bizim dediyimiz din Allahın göndərdiyi dindir. Təhrif yolunu seçəcəklər. Bu daha təhlükəlidir. İndiyə qədər İslama təhrif yolu ilə, 14 əsrdə zərbə vurublar, təhrif yolu ilə zərbə vurublar. Mən qısa olaraq İslam tarixindən sizə nümunə göstərirəm. Mənim öz ixtisasım Quran və hədis elmləridir. Hədis elmi oxuyan şəxslər bilirlər ki, bir əsrə yaxın İslam ümməti arasında Peyğəmbərdən sonra hədis elmini danışmaq, yazmaq qadağan olmuşdur. Haram olmuşdur. Peyğəmbərdən sonra hədis yazmaq, hədis demək, hədis təfsir etmək qəti qadağan olmuşdur. Hətta Abdullah ibn Məsud kimi tanınmış, görkəmli sahabələr belə Peyğəmbər məscidində hədis dərsi deyə bilmirdilər. Bir gün cəsarət edib, cürət göstərdi, məsciddə, Peyğəmbər məscidində Abdullah ibn Məsud hədisdən danışırdı, onu tutdular xəlifə tərəfindən, göstəriş gəldi, onu həbs elədilər, o qədər döydülər, axırda deyirlər, o döymək nəticəsində dünyasını dəyişdi. Hədis ilmi qadağan idi. Amma Peyğəmbər dövründə müsəlmanlığı qəbul etməyən, güya suradan, Peyğəmbərdən sonra İslam dinini qəbul edən, əslən Yəhudi olan Kəbul Əhbar
məscidlərdə, mənbərlərdə hədis dərsi deyirdi. Tarixə baxın. Kəbul Əhbar da ona deyirlər, Kəbul Əhbar da deyirlər. Əslən Yahudi, özünə Yahudi alimi idi, o hədis dərsi deyirdi. Amma Abdullah ibn Məsud kimi tanınmış, görkəmli, həmişə Peyğəmbərin yanında olan imanlı bir sahabə hədisdən danışanda həbs olunur. Kəbul Əhbarın davamçısı olan Vəhəb ibn Münebbih, İsrailiyyət deyirlər hədis elmində buna. Hristiyanlardan Yahudilər arasında təhrif olunmuş, uydurulmuş hədis adıyla təqdim olunan, din adıyla təqdim olunan xurafatlar Peyğəmbər məscidində müsəlman arasında İslam adıyla təbliğ olunurdu. İnsanlara çatdırılırdı. İndiki kimi deyildi. Məsələn, istədiyin vaxt sən Mədinəyə gedə bilərsən, bu dəqiqə Məkkəyə gedə bilərsən. Keçmişdə çox əzab əziyyətlə insanlar Məkkədə nə baş verir, kimdir xütbə oxuyur, kimdir mənbərdə danışır, onun kimliyini təyin edə bilirdilər. Zaman gəlirik, görürük, Əməvilər hakimiyyətə gələndən sonra da yenə də öz istədikləri şəxsləri qarşısına açıb, əsl İslam davamçıları olan Əhl-i Beytin özünə və tələbələrinə sədd qoyurdular. Məsələn, Müslim ibn Şahab Zuheri İslam dünyasında tanınmış bir şəxsdir. İmam Zeynəl-Abidinin ona etiraz olaraq bir məktubu da vardır. Harada otururdu Həzrət Əli Aleyhisselamın dalıyca danışırdı. Harada imkan yaranırdısa İmam Əli Aleyhisselamın barəsində mənfi fikir formalaşdırırdı. Ağa İmam Zeynəl-Abidin çox narahat oldu və ona bir sərt məktub yazdı. Bu şəxs Əməvilər hakimiyyətində misilsiz ən təsirli insana çevrilmişdir. Öz bacısı deyir ki, Züheridən hədis nəql eləməyin. O çünki Əməvilərin quludur. Siyar-ı Ələmun Nübəla kitabında Zəhəbi yazır ki, tarix boyu alimlər, tanınmış insanlar, pak insanlar Züheriyə Əməvilərin salfetqə kağızı kimi baxırlar. Əməvilər öz çirkablarını onunla təmizləyirdilər. Amma bugün İbn Teymiyyənin balaları və İbn Teymiyyə öz kitabında yazır ki, Züheri kimi bir şəxs olmayıb. Çünki o 70 il İslam'a xidmət etmişdir. Hansı İslam'a? O İslam'a ki, bugün baş kəsədilər. Təhrif olunmuş Əməvlərin təqdim etdiyi İslam'a Züheri kimilər 70 il zəhmət çəkmişdir. Bəli. İbrahim kimi adamlar vardı tarixdə. Bu hədis elmdə məşhurdur. Həmişə deyir, hakimlərin, əmirlərindir, qabulunda idi, onların hədiyyəsi ilə hədislər uydururdu. Əbu Hüreyrə ki, məşhurdur. Bu təhriflər İslam'a zərbə vurub, bugün də biz bunun əzabını çəkirik. O hədislərin sayəsindədir bugün siz bu cinayətlərin şahidi olursunuz. Güya Peyğəmbər hansısa bir sözləri deyib, bu şəxslər uydurublar. Sonradan görürsünüz ki, müsəlman dünyasında hansı fırtınalar, fitnələr baş vermir. İmam Hüseyin ağa, İmam Həsən ağa, İmam Əli Aleyhisselam bunları görürdülər. İslamı sevən kimi, İslamın əsl sahibi olan şəxslər kimi çox narahat edilər. İmamın Kərbəlaya özünü atması, özünü şəhid etməsi və bütün əhl-i əyalıyla, imkanlarıyla İslamın xilası üçün insanlarını oyatmasına hər nəyindən keçməsi bundan qaynaqlanırdı. İmam təhrifi görürdü. Bu birinci, ən təhlükəli bir məsələdir. Allah Quranda buyurur, bu insanlar zalım insanlardır. İslamın ilk olaraq qarşısını alırlar, sonra da təhrif edirlər. Təhrifin də mərhələləri vardır. Dini təhrif vardır, siyasi təhrif vardır. Vaxtımız az olduğu üçün biz bunlara toxuna bilmərik. Təhrifin növlərindən biri budur ki, belə insanlara yol açırdılar, amma
İslamın əsl sahibləri olan, İslam elmlərini ilahi tərəfindən bilən Əhl-i Beytin qapısını bağlayırdılar. Dövrün hakimi Əbbasilər İmam Sadiq ağa dövründə Malik ibn Ənəsə göstəriş verdilər ki, kitab yazsın. O da Müvəttəh kitabını yazdı. Nəyə görə? Ona görə ki, o kitabı bütün müsəlman ölkələrində yaysınlar, desinlər, İslam, yəni bu. Siz Cəfər ibn Muhammedin İmam Sadiq ağanın qapısına getməyin. Ondan söz soruşmayın. İmama tam nəzarət, yanına gedib gələn şəxslər yoxlanılır, amma Malik kitab yazır, bütün müsəlman dünyasında o kitab paylanılır. Bu birinci məsələdir. Rəqib hazırlamaq, dini təhrif etmək və s. İkinci məsələ, Əhl-i Beytin balalarını, Əhl-i Beytin davamçılarını iqtisadi blokadaya salmaqdır. İslamı təhrif etmək üçün onun əsl sahiblərini təzyiq altında saxlamaq lazımdır. Onlara rəqib düzəltmək lazımdır. Rəqib hazırlayırdılar. İkinci məsələ budur ki, İslamın əsl daşıyıcılarına qarşı, Əhl-i Beytə qarşı iqtisadi sanksiya tətbiq etmək lazımdır. Siz baxın, Peyğəmbərdən tutmuş ta bugünə qədər Əhl-i Beyt balalarına qarşı bu məhdudiyyətləri tətbiq ediblər. Mən burada bir ilahi hikməti də açıqlamaq istəyirəm. Allah xumsu vacib etmişdir. Bu barədə danışaram. Peyğəmbər Peyğəmbərliyə seçildi. Qureyş bütpərəstlərlə birləşib olmazın təzyiqlərinə Əhl-i Beyti Peyğəmbəri məruz qoydular. Bütün təzyiqlərə. Axırda Peyğəmbər məcbur oldu Haşimilərlə birlikdə Əbu Talib başda olmaqla Şeyb Əbi Talibə sığınalar. Şeyb Əbi Talib Kəbənin şərqində yerləşir, təqribən 200-300 metrə məsafə vardır. Əbu Talib dərəsi deyirlər. 2 il, bəziləri yazır, 3 il o dərədə yaşadılar. Ona görə ki, Qureyşlilər, bütpərəstlər birləşib söz qoydular ki, Haşimilərə nə qız vermək olar, onlardan nə qız almaq olar, nə onlarla ticarət etmək olar, nə də onlarla rəqə saxlamaq olar. Kim də onlara hətta xırda bir kömək etmək istəyirdisə cəzalanırdı. Bu 2 ildə, 3 ildə tarixdə vardır, Peyğəmbərdən vardır. Orada iştirak edən, o səhnələri müşahidə edən şəxslər deyir ki, bizim namaz qılmağa paltarımız yox idi. Mən namaz qılırdım, deyir, namaz tutanından sonra paltarımı deyir, o qısına verirdi. O qədər deyir, təzyiq var idi bizə. Bir günü bir xurma ilə deyir, keçirirdik. Günü sərasər bəzən olur, bir xurma ilə keçirirdik. Allah Quran-ı Kərimdə buyurur, düşmən İslamın əsl sahiblərinə qarşı belə təzyiq göstərir, onları iqtisadi blokadaya salır, amma innəl-ləzīne kəfəru yunfiqūne amvələhum liyasuddu an səbilillah. Amma kafirlər bütün pullarını İslama qarşı, haqqa qarşı xərc eləyirlər. Fəsə yunfiqūnəha, onlar xərc eləyəcəklər. Sümmə təkun ləhum həsrə. Axırda həsrət çəkəcəklər. Sümmə yuğləbun, məğlub olacaqlar. Amma o məğlubiyyətə qədər hər nə imkanları varsa İslama qarşı ondan istifadə edəcəklər. Allah bizə deyib, Allah yolunda kömək edin. Allah bizə deyir ki, imkanınızdan istifadə edib, İslamın dayağından durun. Xədicə Peyğəmbərin dayağında durdu. İslama bəd gündə, ağır gündə bəd ayağı da dayaq oldu. Və sonradan o İslama sadiq olan insanlar bu yolu davam elədilər. Bugün də bizim vəzifəmizdir. Düşmən İslamın sadiq davamçılarına qarşı mümkün təzyiq edir, bütün imkanlardan istifadə edir, eyni zamanda öz imkanlarından istifadə edib, İslamı təhrif etmək üçün, İslamın sadiq davamçıları üçün delalar hazırlayır. Onları müzakirəyə qoyur, barələrində böhtanlar yayır, bütün imkanlardan istifadə edir.
Ona göre de Allah Teala xumsu vacib etmiştir. Ve ati zel qurba hakka. Allah Kur'an-ı Kerim'de buyurur ki, Peygamberim, fədəki verginen əhl-i beytə. Fədək bağını niye əhl-i beytə verdi? Çünkü eğer bir məktəbin maliyyə bazası olmasa, o məktəb devam edə bilməz. Eğer qeyri-İslami məktəb olarsa, İslam dini de maliyyə olarsa daha yaxşı inkişaf eləyər. Olmasa zəif olacaqdır. Ona göre Allah Teala xumsu vacib etdi. Ayətullah Cavad Amuli deyir, biz bir konferansdaydık. Müslüman dünyasına xas olan, Müslüman dünyası arasında olan bütün təriqətlərin nümayəndələri var idi. Mən deyir, xums barəsində çıxış elədim. Çıxışdan sonra oturdum, bir əhl-i sünnə alimi mənə yaxınlaşdı, dedi ki, ayənin təfsirində var, ağa təfsirində bu məsələyə toxunur. Deyir, mənə dedi, xoş sizin halınıza ki, xums ayəsini düzgün təfsir etdiniz. Dedim, biraz açıqlama ver, nə demək istəyirsən? Dedi, biz xums ayəsini düzgün təfsir etmədik, aslı vəziyyətə düşdük. Biz dövlətlərdən aslıyıq. Dövlətlərdən aslı olduğumuz üçün müstəqil sözümüz yoxdur, özümüz müstəqil deyilik. Onlar bizə pul verirlər, danışın. Əgər biz onların istəyinin əksinə danışsaq, pulumuzu kəsərlər. Ona göre de tarih boyu aslı olmuşuq. Amma siz azadsız, müstəqilsiz, ona göre ki, xums ayəsini düzgün təfsir edibsiniz. Bu əhl-i beytə xas olan bir məntiqdir. Bunu Allah tərtib etmiştir. Allah bilir ki, bir məktəbin maliyyə mənbəyinə ehtiyacı vardır. Nə qədər də məktəb məntiqli olsa, zengin olsa, maliyyə mənbəyi olmasa, o inkişaf etmez. Zəif inkişaf eləyər. Ona göre de həmişə Əhl-i Beytin özünə qarşı, onların düzgün davamçılarına qarşı, Əhl-i Beytin sözünü deyənlərə qarşı iqtisadi sanksiyalar tətbiq olunmuşdur. Kərbəlada da bunun şahidi oluruq. Suya qədər kəsirlər, ona görə ki, təslim etsinlər. Məqsəd təslim etməkdir. Əbəlfəz ağada su içməməklə bunu nümayiş etdirir ki, əgər mənim su içməyim hansısa bir insanın qəlbində yanlış da olsa təslimliyi təcəssüm edə bilərsə, o suydan da imtina edirəm mən. Əgər mən su içməklə öz zahiri acizlığımı göstərəcəyəmsə, birdəm Əhl-i Beytə sədaqətsizliyi nümayiş etdirəcəyəmsə, o sudan da imtina edər. Həzrət Əbəlfəz ağa və Kərbəlada İslamı dərindən başa düşən mücahidlər ona görə bütün təzyiqlərə, təsirlər müqabilində mübarizə göstərdilər ki, düşmənə cəsarət mesajını versinlər. Düşmənə İmam Hüseyin ağaya sidq qəlblə bağlı olduqlarını göstərsinlər. Göstərsinlər ki, heç bir vəziyyətdə biz geri addım atmayacaq. Suyu ona görə kəsmişdilər ki, Kərbəlanın sadiq davamçılarını təslim etsinlər. Amma bilsinlər, biz çalışarıq su əldə eləyək, amma susuz da olsa heç zaman təslim olmarıq. Bunu bilsinlər. Və möminlər də bilsinlər ki, Kərbəla yolu da bu yoldur. Əgər su varsa, biz təslim olmayacaqsa, su yoxdursa təslim olacaqsa, bu İslam məktəbi deyildir. Bu Kərbəla məktəbi deyildir. Peyğəmbəri İmam Hüseyin ağanın babası Şir və Əbu Talibdə bir xurma ilə gününü keçirdisə, xanım Zəhra səlamullah aleyhə o təzyiqlərə məruz qaldısa, İmam Əli əleyhissalam, İmam Həsən ağa o təzyiqlərə məruz qalıb geriyə çəkilmədisə, İmam Hüseyin ağa da Kərbəlada bütün çətinliklərə qatlaşıb, iynə ucu qədər öz hədəfindən geri çəkilmədi. Bu, Əhl-i Beytə, Əhl-i Beytin balalarına xas olan bir yoldur. Xas olan bir xüsusiyyətdir. Əhl-i Beytin özəlliyi, gözəlliyi onda üzə çıxır ki, çətinliklə üzləşir.
hamı çətinliyə qədər, problemə qədər, təsirə qədər, bəli, güclü görsənir. Bəli, dönməz görsənir. O zaman bəlli olur ki, insan çətinliyə məruz qalır. Hər tərəfdən ona həmlə edirlər. Orada Əhl-i Beyt balaslarının cövhəri, daxili aləmi parıldayır, öz həqiqətini göstərir. Onda İslam başlayır. Onda sənin dəyərin üzə çıxır. İmam Hüseyin ağa Kərbəlada qanlı, canlı, hər şeyini verməklə bizə bunu demək istəyir ki, çətin gün üçün hazır olun. Süfrə başında hamı otura bilər. O gün üçün, İslam'a müdafiə etmək üçün, bəd gün üçün hazır olun. Sizə təzyiq edərlər. İlk olaraq dini təhrif etməyə başlayacaqlar. Ağlınızı itiliyin. Gözünüzü açın. Bilin ki, düşmənin hilələrlərindən biri tarix boyu olmuşdur. İslam'ı yanlış göstərməyə çalışmışdır. Bugün böyük düşmənlərimiz Suriye'de, Irak'ta görün, İslam'ı necə vəhşi bir simada göstərirlər. Ona görə bunu belə eləyirlər ki, qərbdə İslam'a meyil tapan, İslam dininə sarı gəlmək insanları qorxutsunlar. Siz hansı dinə tərəf gedirsiniz? Hansı insanlara meyil tapıbsınız? Baxın, bunlar baş kəsirlər. Baxın, bunlar hansı cinayətlər eləyirlər. Onun qarşısını almaq üçün. Eyni zamanda başqa siyasi hədəfləri də vardır. Qardaş qanını tökür və s. Haricdən belədir, böyük düşmənlərimiz bunu eləyiblər. Dini təhrif etmək, dini yanlış göstərmək, bu birinci hədəfləridir. İkinci, bu hədəfə çatmaq üçün İslam'ın sadiq davamçılarını təslim etmək üçün iqtisadi sanksiyalar. Möminlər agah olmalıdırlar. Belə işlərdə bir olmalıdırlar. İslam'a dayaq durmalıdırlar. Əgər biz öz maliyyə köməyimizi İslam'a etməsək, sabah heç zaman Allah əgər bizdən can istəsə can vermərik. İmamdan rivayət var. Malına xəsislik eləyən şəxs canına daha çox xəsis olar. İnna Allah aştara minəl mu'minin ənfusəhum və ənvələhum bi ənə ləhumul cənnə. Allah sizin canınızı alıb, malınızı alıb cənnət müqabilində. Bəzən cənnətə əldə etmək üçün gələn mal verəsən. Bəzən mal dövlət də gedmir. Yəni can verəsən. Ona görə çoxlu hallarda Allah Quran-ı Kərimdə malı əvvəl deyir. وَجَاهِدُ بِأَنْوَالِكُمْ وَأَنْفُسِكُمْ فِي سَبِيلِ اللّٰهِ. Malınızla, canınızla Allah yolundan mübarizə aparın. Çox zaman mala ehtiyacı vardır İslamın. Bəzən olur, cana ehtiyacı olur Kərbəla kimi. Orada biri gəldi, dedi, at verirəm, biri dedi, qılınc verirəm, imam dedi, bunlar lazım deyil. Can lazımdır. Ona görə Allah Teala, mən gördüyümə əsasən deyirəm, bildiyimə əsasən deyirəm, təkcə bir yerdə görmüşəm. Tövbə surəsi 111-ci ayəsində deyir ki, Allah, İnna Allah aştara minəl mu'mininə ənfusəhum və anvaləhum. Bu ayədə təkcə canı maldan qabaq zikr edir, qeyd edir. Bəzi yerlərdə cana ehtiyacı vardır. Malla iş qutarılmaz. Amma çox zaman İslam'a pulla, parayla kömək etmək olar. İslam'a məhv etmək üçün, İslam'a təzyiq göstərmək üçün, siz baxın, böyük miqyasda da, kiçik miqyasda da belədir. İqtisadi məhdudiyyətə salırlar. Üçüncü məsələ budur ki, İslam'ı əzmək üçün, İslam'ı aradan götürmək üçün insanın öz güclü cəhətini insana unuttururlar, öz zəif cəhətlərini güclü göstərirlər. Bu çox mühüm bir məsələdir. Gərək biz öz güclü cəhətimizi də bilək, zəif cəhətimizi də bilək. Bizlə vuruşan, İslam'a qarşı döyüşən, təxribat aparan, xarici düşmənlərimiz hansı gücə malikdirlərsə, onu da gərək düzgün dəyərləndirək. Bizim üstünlüyümüz imanla ölçülür. Düzdür, pul dedik, para dedik, bunlar hamısı lazım. Müminin gücü onun imanındadır. İmam Hüseyin ağanın, Kərbəlanın gücü Allah'a olan bağlılıqdadır, ixlasdadır.
Amma bəzən bizə həqiqəti yanlış göstərmək istəyirlər. Bu da təhrifin formasıdır. Düzdür, İslam deyir, Allah yolunda pulla kömək eləyin, maddi köməklər eləyin. Bunlar lazımdır. Amma bunlar bizim əsl gücümüz deyildir. Bizim əsl gücümüz ədəbimizdir, əxlaqımızdır, mənəviyyatımızdır. Mənəviyyatla İslam inkişaf etmişdir. Peyğəmbər buyurdu, İslam yəni əxlaq, İslam yəni məhəbbət, insanlara sevgi. Bugün Kərbalaya gedəsən, imamı ziyarət eləyəsən, amma səndə Kərbala ədəbi olmasa, Kərbala əxlaqı yoxdursa, sən zahirən İmam Hüseyin ağanı ziyarət etməyə gedibsən. Səndə yerə İmam Hüseyin ağaya aid xüsusiyyətlər olar. İmam Hüseyin ağanın siz həyatını oxuyun, Əhl-i Beytin həyatını oxuyun. Büsbütün əxlaqdır, mənəviyyatdır. İmam Zeynul Abidindir, namaza duranda elə əsirdir, elə ağlayırdı, sanki deyir, bu dəqiqə dünyasını dəyişəcəkdir. Bizim əsl gücümüz imanımızdır, əxlaqımızdır. Bəzən təhrif nəticəsində bizim əsl gücümüz olan iman yox, əxlaq yox, başqa şeylər əsl güc kimi göstərilir. Belə deyildir. İslamın gücü heç vaxt silahla olmamışdır. Ümumiyyətlə, Allahın istəyi də bu deyil. Çünki onda Allahın barmağı görünməz. Əgər qələbə olarsa, orada Allahın xüsusi yardımı hiss olunmaz. Allah deyir ki, çalışın, güclü olun. Amma bilin ki, düşmən sizdən zahirən silah baxımından güclü olar. Sizin qələbənizin rəmzisən imanınızla, mənəviyyatınızla bağlı olacaq. Tarix boyda İslamda belə olur. Bu bizim əsl gücümüzdür. Maliyyə də onun yanında gücü artırır. Amma onlar ki, İslama qarşı mübarizə aparıblar, onların əsl gücü silah olmuşdur. Onların heç zaman öz hədəflərinə bağlılığı olmamışdır. Təzyiq olan kimi onlar da hədəflərindən dönüblər. İmam Hüseyin ağa bütün təzyiqlərə məruz qalır, iynə ucu qədər hədəfindən dönmür, amma düşmən tərəfə təzyiq olan kimi, görün, onlar ki, Bədirdə Peyğəmbərə qarşı vuruşdular, Peyğəmbəri öldürmək istəyirdilər, amma sonra gəldilər, Peyğəmbərlə sülh elədilər. Niyə? Onlar ümumiyyətlə sülhü dəyərli bilirdilər. Onların insaniyyətə heç bir qiyməti yoxdur, insaniyyətə qiymət vermirdilər. Onlar üçün o qəbul olunan maddələr heç nə idi? Məcbur idilər, qorxdular, çəkindilər, sülh müzakirəsinə gəldilər. Sülh masasına qayıtdılar. Amma o insanlar idi ki, Bədirdə, Uhudda Peyğəmbəri öldürmək istəyirdilər. Onların gücü silahdadır. Onların özü hədəfinə heç zaman əminliyi yoxdur. Bəzən deyirlər, biz əmin deyilik qiyamət günü olacaqdır. Sən əminsən bu getdiyin yol düzdür? Sən əminsən ki, qiyamət günü olmayacaqdır? Əminliyin yoxdur. Onlar gedirlər, Allah yoxdur. Sən mənə ispat elə Allah vardır. Əmin olum, Allah vardır ya yoxdur. Sən indi ispat elə ki, Allah yoxdur. İspat edə bilməzsən. Odur, onların hədəflərinə əminliyi yoxdur. Allah Quran-Kərimdə deyir, rəcmən bil xeyr. Onlar qaranlığa daş atırlar. Amma bizim gücümüz mənəviyyatımızdadır. Əhl-i Beytin gücü mənəviyyatda olub, Allaha bağlılıqda olub. Bugün dünyanın hər yerində imama 40 saxlanılır. Ona görə ki, imam Allaha bağlı idi. İmam işləri Allaha görə elədi. Ona görə də yaşadı. Onun silahı da az idi, sursatı da az idi, tərəfdarları da az idi. Amma imanı çox olduğu üçün bu gündən günə davam edir, genişlənir və genişlənəcəkdir. Amma düşmənin sayı da çox idi, silahı da çox idi. Çünki imanı yox idi, şəxsiyyəti yox idi. Heç onların bugün tərəfdarları tərəfindən o məktəb açıq, aşkar müdafiə olunmur. Onlar da bilməz. Çünki o qədər rəzildilər ki, onların tərəfdarları da onları müdafiə edə bilmirlər və edə bilməyəcəklər də. Allah bizə inşallah Əhl-i Beytin sadiq davamçılığını, Əhl-i Beyt yolunu davam edən həqiqi yolçusunu qəbul eləsin,
qərar versin inşallah. Pərverdigara aqibətimizi xeyr eylə yenə. İlahi Pərverdigara düşmənlərimizi hidayət olmurlarsa məhmabud eylə. Pərverdigara bu məclisdə iştirak eləyən, elə bilməyən bütün qardaşlarımızın, möminələrinin hacətlərini bu günə xatir, bu gecəyə xatir rəva eylə yenə. Pərverdigara bu məclisdə ehsan verən ehsan sahiblərinin mətləblərini rəva eylə yenə. Xəstələrinə xüsusilə nəzərdə olan xəstələrimizə şəfa inayət eylə yenə. Xəstə olan qardaşlarımızı izzətlə azad eylə yenə. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Ya Rahman ya Rahim. Esselamu aleyke ya Aba Abdillah. Esselamu aleyke ya Hüseyin ya garib al-vatan. Esselamu aleyke ya Aba Salihin Mahdi can. Yine kuruldu caddine Azası ibnel askeri İmam-ı Zaman. Yine kuruldu caddine Azası ibnel askeri. Çekildi erş-o ferşiden Garası ibnel askeri. Neçə illərdi ağlarıq İmam-ı Zaman. Yarasına dəva olar. Deyirlər bir yarası var. Ona çətin ağacan şəfa olar. İmam-ı Zaman gərək sənin zuhuruna gecə gündüz duala. İmam-ı Zaman qalıb sənə ürəkdəki yarası ibnel askeri. Hər il qara geyəndə biz, hər il qara geyəndə biz xulus və etiqad ilə bir iddəyə Yəhudi xo baxır bizə inad ilə. İmam-ı Zaman nə fərqi vardır Şumr ilə Ubeyd ibn Ziyad ilə. Vurar bizə o kəslər dil yarası ibnel askeri. İmam-ı Zaman necə dayanmışsan ağam ağam. Sükutu helm-u səbridə gəlibdi təngə şiyələr. Kəməndi zülmü cəbridə ağa qalıb rübabın əlləri. Ürək başında qəbridə ağa zuhurun eylər arzu duası ibnel askeri. İnşallah İmam-ı Zaman ağanı əzizlər məclisə dəvət eləyək. Ya ibnel Hasan, ya ibnel eşqinə ağanı səslər. Ya ibnel Hasan, ya ibnel Hasan ağam. Ya ibnel Hasan Uca səslər, səslə qurban. Ya ibnel Hasan, ya ibnel Hasan, ya ibnel Hasan. Elə ki xanım Zeynəb əzizlər yaxınlaşır Kərbəlaya.
Dedi aç gözünü aç ay kardeş, konağın var yatma uzak yolda, hasta gelir zavalın sen, develer üstünde veribler baş başa ay kardeş. Sana lay lay değiller güzel kızlar ay kardeş. Elə ki azizler hanım Zeynep geldi İmam Hüseyin kabrin üstüne. Dedi dur kardeş sen, dur kardeş sen, getirdim ehli haremin ay kardeş. Zeynep'i dilden salıp senin derdi gömün ay kardeş. Ölmeyin selamet bacın Hüseyin, eyfalar Rukiye'de kacalet bacın Hüseyin. Kardeş senden sonra bala dözmedi ay kardeş. Gündüzleri sabrederdi Hüseyin. Hüseyin gündüzleri sabrederdi. Gece olunca hey baba baba seslerdi balım. Hüseyin balam ne su içerdi ne yemek yerdi ay kardeş. Hüseyin kardeş, bacın sana kurban ay kardeş. Hüseyin bir söz dedi, kalbimi yandırdı ay kardeş. Dedi amma, ger babam sağ olsaydı, bu harabe mənə mənzil olmazdı ay baba. Ama babam sağ olsaydı bu hale kalmazdım ay anne. Hüseyin Zeynep'em gelmişem ay kardeş, ses vermene ay kardeş. Rukiye'ni getiremedim, defneyledim harabelerde. Özüm gelmişem ay kardeş, hamı desin ya Hüseyin. Aç kanlı gözü Zeynep'i dindir yaralı, düştü Rukiye Şam'den bizden aralı ay kardeş. Viranede defnettik o ziba maralı sen. Affeyle beni sen bilsen can şeremli, hamı desin ya Hüseyin. Hamız eşitib elə ki xanım Zeynep ne haldaydı, hansı vəziyyətdəydi, ne müsibətlər çəkmişdi. İmam-ı Səccad ağa o vəziyyətdəydi ki qəbirləri tanıdı. İmam-ı Səccad ağa gedirdi qabaqda, göstərdi, İmam Hüseynin qəbrini göstərdi, ziyarət elədi, növbə çatdı Əbəlfəzin qəbrinə. Getdi, belə baxdı Əbəlfəzin qəbrinə. Dedi qardaş, Əbəlfəz, bu uşaq qəbridir ya, sənin qəbrindir ay qardaş. Kardeş uca kâmetim vardı, ne geldi yazarlarına Əbəlfəz. Sallallahu aleyke ya Ebu Abdullah. فریاد الامان فلک بی امانیدن،
فریاد الامان فلک بی امانیدن داشت یاغدرار همیشه بلند آسمانیدن در دهلinin derdini kimse bilmir hikmetle ayrı halk edip caniden alar hiç harbi qamətil beli birdən bükülmeyir get illetin sual elə qəddi kəmaniden qardaş öləndə qəddi deyirlər ki tez bükər qardaş öləndə qəddi deyirlər ki tez bükər qardaş ölümü bacani hər qəhrəmanıdən ah dillərdə gəzdi Zeynəb adı bir zaman vəli dillerde gezdi Zeynep adı bir zaman veli sındı o servi qamətin sındı miyamide Şam'a gedəndə ölmüş idi 7 qardaşı Ravi deyir mən vardım bir əsirləri səvar elədilər Axır o 2 bacı qaldı Bu deyir əvvəl sənə yağlarımı qoy dizlərimə səvar onlar Xanım Zeynəb deyir yox Gülsüm əvvəl sən səvar ol Axırda xanım Zeynəb Gülsümü səvar elədi Təh qaldı, üzün döndərdi Fərata sarı Həbəlfəz, həbəlfəz, həbəlfəz Bacımınızın qollarına ihtiyac var ay qardaş, ay qardaş, ay qardaş Qardaş, sən deyildin məni bu çölə Nəccahi Cəlal ilə gətirdin İndi gör məni kim Şam'a aparır qardaş Ah elə qəribəm ey yalqızam ay qardaş Gəl Şamidən gələndən nəzər eylə Zeynəbə Gəl Şamidən gələndə nəzər eylə Zeynəbə İzhar izzedir danışan dil bəyanıdən Ah hasil göründü gözlərə Nəvai aşiqan Ərşə ucalır zəmzəmələr karvanıdən Hamıdan qabaq rubab dedi Zeynəb Xanım Kərbəlaya yetişdik Xanım buyurdu rubab nədən bildin Dedi xanım Əl-an ki məni huş aparmışdı Gördüm Əli Əsər gəldi yuxuma Ərz etdi xanım olma belə zor mükəddər Çox zəhmətlə yuxlamış idim məni müstər Pişvazıma gördüm ki gəlibdir Əli Əsər Aldım onu yavuşa Ah məhəbbətlə dedim can Şərməndən ərin ay bala Oxyar və qurban
Saccad ayanda baş dəvələr üz qoyur yerə. Arşa boland oldu seyhədi hey bi zabanidən. Zeynəb Hüseynin ətrini gör aldı neylədi. Bir zəccə çəkib dut çıxıb o istixaridən. Xanım ucadan səslədi ya Hüseyn. Hamı desin ya Hüseyn. Xanımın səsindən nə oldu? Titrəşdi nalədən şühəda nəşi qəbridə. İslandı köhnə yarələri tazə qan ilə. Tutmuşdu dudi ahi asiran günün yüzün. Zeynəb baş atsa görməyən məhrəmanıdən. Dedi bimarım bala sən qabaqda yer qoy mən də arxancaq gəlir. Ay qardaşımın balası axır qəyyər gətirməmişəm. Qardaşımdan şərməndiyəm. Dedi ay sinəyə Fatimədə pərvərdə Hüseyin. Eşq o isharidə aşıqlərə sərkərdə Hüseyin. Sürünür qəmli bacın sən sürünən yerdə Hüseyin. Ah qəribəm ey, qəribəm ey, qəribəm ey. Ərbəinündü bacın yasə gəlib. Ərbəinündü bacın yasə gəlib. Tutmağa yasənə Abbasa gəlib. Ay qardaş qəbr və gül yerinə göz yaşını, göz yaşını oxşada dürrilə almasa gəlib. Ay qardaş gəlib avaraların necədir yaraların. Gəlib avaraların necədir yaraların. Yaralı can yaralı sənə qurban yaralı. Yaralı can yaralı sənə qurban yaralı. Gəlmişəm yarələrin bağlamağa. Qəbrin üstündə cigər ağlamağa. Can verəm vaxtidə gəldim yanıma. Can verəm vaxtidə gəldim yanıma. Heyf ola qoymadılar ağlamağa. Heyf ola qoymadılar ağlamağa. Yaralı can yaralı sənə qurban yaralı. Yaralı can yaralı sənə qurban yaralı. Bacı qurban kəsilər əllər və bacı qurban kəsilər əllər və kim gəlib etdi kəfəm peykər və gəlmişəm, gəlmişəm, gəlmişəm nazilə lay lay deməğa. Gəlmişəm nazilə lay lay deməğa. Sinin üstündə yatan əsğər və
senin üstünde yatan asgar var. Zeynep'in yari Hüseyin, yar o gamkhari Hüseyin. Zeynep'in yari Hüseyin, yar o gamkhari Hüseyin. Gelmişem ziyarete, Zeynep'em ses verirsin. Gelmişem ziyarete, Zeynep'em ses verirsin. Ham Zeynep'in yari Hüseyin, yar o gamkhari Hüseyin. Zeynep'in yari Hüseyin, Kerbela'da inşallah. Ya Zeynep'in yari Hüseyin, yar-ı gamkhari Hüseyin. Zeynep'in yari Hüseyin, yar-ı gamkhari Hüseyin. Gelmişem ziyarete, gelmişem ziyarete, Zeynep'em ses ver Hüseyin. Gelmişem ziyarete, gelmişem ziyarete, Zeynep'em ses ver Hüseyin. Zeynep'em ses ver Hüseyin. O baştan ha? Ha başa gelin.